Salam dostlar. Ümid edirəm ki, halınız yaxşıdır. Ayrılıqdan sonra yaşanan ağır hisslərdən danışmaq istəyirəm. Bəlkə də ən azından hər birimiz bir dəfə də olsun o ağır hissi, acını duymuşuq, dadmışıq. Mən istəyirəm bugün sizlərə nə edək o hisslər bizə zərər vurmasın. O acı, ağrı bizim həyatımızın bütün sahələrini darmadağın eləməsin. Gəlmişəm bu haqda sizlər üçün söhbət etməyə. Deməli, ayrılıqdan sonra hər birimiz özümüzü çox pis hiss eləməyə başlayırıq. Bəzən öz güvənimiz çox aşağı düşür, özümüzü dəyərsiz hiss eləyirik, lazımsız görürük, öz şəxsiyyətimizə qarşı özümüzdə bir aqressiya yaranır, onlarla sual zehnimizi özünə məşğul edir, mən səhv etdim, görəsən ayrılmaqda yanlış etdim, görəsən bu ayrılığın əsas səbəbi mən miydim? Buna bənzər suallarla özümüzü incidirik və hətta bəzən özümüzü günahkar bilirik ki, mən nəyə görə ona bu qədər yaxşılıqlar elədim ki, axırda o mənə qarşı bu xəyanəti elədi, o mənə qarşı bu pisliyi elədi. Demək olar ki, çox ağrılı bir günlərdir ayrılıq günləri. Ayrılıqdan sonra yaşanan o 10 gün, 30 gün, 50 gün, əlbəttə günlər keçdikcə acımız xəfifləşir, yüngülləşir, amma ilk günlər o qədər insan ağır travma yaşayır. Onları nəzarət altında saxlamaq, insan özünə sahib olmaq üçün, özünü kontrol eləmək üçün doğrudan da böyük dəstəyə ehtiyac var. Mən bugün ayrılıqdan sonra nələri riayət edək bu mövzuda danışacağım, amma başlanğıc olaraq sizə bir kiçik tövsiyə. Bir-birinizə əgər möhkəm bağlanmısınızsa, möhkəm bağlanan zaman, yəni sevginin, duyğunun ən yüksək pik nöqtəsində olan zaman ayrılma haqqında düşünməyin. Çünki çox böyük şok yaşayacaqsınız və ağır zərbə görəcək ruhunuz. Əgər proqramınızda ayrılmaq varsa, bunu qədəm bə qədəm edin. Yavaş-yavaş, mərhələli şəkildə. Yəni özünüzdə deyirsiniz ki, mən bu insandan gərək ayrılam. Amma necə? Məsələn, əgər hər gün 5 saat birlikdə idisə, 10 saat birlikdə idisə, 1 saat olun. Hər gün birlikdə idisə, 2 gündən bir dəfə görün, 3 gündən bir. Zamanla o soyuqluğu yaradın, o məsafəni qurun. Birdən ayrıldığınız zaman doğrudan da ağır travmalarsınız və sizin həm bədəninizə, həm ruhunuza böyük zərbə dər. Bu bir ilkin tövsiyəm idi dedim və keçirəm ayrılıqdan sonra nələri riayət eləmək lazımdır. 1. Ayrılıqdan sonra o çəkdiyiniz acını, ağrını təbii olaraq görün. Əzizim, uzun müddət bir yerdə olmuşsunuz. Bir yerdə kafeyə getmişsiniz, bir yerdə xoş günləriniz olub, bir yerdə acılı günləriniz olub. İndi birdən-birə ayrıldınız. Məlumdur ki, halınız pis olacaq, hər birinizin halı pis olacaq. Məsələn, sən əgər özünü pis hiss edirsənsə, demək ki, mən niyə zəif adamam, mən niyə özümü pis hiss edirəm? Yox, bu sözü özünə demə. Çox təbiidir bu hiss. Hissləri rəsmi şəkildə tanı, təbii olaraq gör və bil ki, bu hiss səndə həmişə qalmayacaq. Önəmli olan budur. Bax, önəmli olan budur ki, sən biləsən ki, bu hiss ki məndə var, əvvəla bu ağrı, bu acı təbiidir. Mən zəif adam deyiləm. Mən bir sıra öyrəşmişdim onun xarakterinə, həmin şəxsin gülüşünə, yerişinə, mənə olan diqqətinə, qayğısına öyrəşmişdim, alışmışdım. Beynim dopamin ifraz edirdi, oksitosin ifraz edirdi onunla birlikdə olanda. Bunlar hamısı şadlıq hormonları idi də. Birdən indi ayrıldım. Məlumdur ki, beynimdə bir sıra ağrılı, acılı hisslər yaşanacaq, tələb olacaq mənə.
beynim tərəfindən ki, nə oldu? Yenə istəyirəm dopamin, yenə istəyirəm oksitosin, hormon da, şadlıq hormonu. Niyə ayrıldın? Beynin səndən tələbləri də. Eyb yox. Tələsmə, zamana burax, zamanla düzələcək. Bir şeydə əmin ol ki, zamanla düzələcəksən. Yəni indi yaşadığın o his, indi yaşadığın o ağrı, acı həmişə olmayacaq. Əsas olan odur. Əsas olan odur ki, ümidim var ki, bu 3 gün, 5 gün, 1 ay, 3 ay bu hisslər səndən keçib gedəcək. Bu birinci məsələ idi, istədim buna təkid edəm. Belə qalmayacaqsan. Əgər hal-hazırda ayrılıq acısını yaşayırsansa, əmin ol, bir müddətdən sonra bu acı səndən keçib gedəcək. İkinci məsələ, ayrılıq qərarını vermisənsə, qərarında möhkəm ol. Yəni, İndi sən hər halda müəyyən səbəb üzündən bu qərarı vermisən də, oturub birdən-birə deməmsən ki, ayrılaq. Ya indi bu qərarı sən vermisən ya qarşı tərəf, işim yoxdur. Hər halda ortaq bir qərar verilib. Ya bir qərar verib də qarşı tərəfin verib. Mənim ondan işim yoxdur. Mənim sözüm budur ki, əgər ortada bir qərar verilibsə, ona sayğı durmaq lazımdır. Sayğı duymaq lazımdır. Mən 3 gündən sonra təzədən zəng vurum, 5 gündən sonra geri dönüş eləyim. Yox, belə bir şey yoxdur. Nəyə görə ayrılmısınız onu nəzərə al. İndi ya ortada bir hörmətsizliklər var, ortada ciddi problemlər var. Onu xatırlamaq lazımdır. Yəni özün-özünə xatırlat ki, mənim ayrılıq səbəbim, ya bizim bir-birimizdən uzaq durmaq səbəbimiz bu faktlardır. Biz yenə də birlikdə olsaq, bax, məsələ budur. Yenə də birlikdə olsanız o problem olacaq da. Belə deyir ki, indi mən təzədən qayıtsıq düzəldəcək. Yox, düzəldə bilsəydiniz, indiyə düzəldərdiniz. Əgər ayrılmışsınızsa, ciddi qərar vermişsinizsə, xahiş edirəm, qərarınıza sayğılı olun. Yəni özün-özünə hörmətin olsun. Dayı, onsuz bu iş baş verib. İndi verməydim. Mən özüm hər zaman ayrılığa qarşıyam. Yəni hər boş-boş şeyə görə insan ayrılmamalıdır. İstər sevgili münasibəti olsun, istər dost münasibəti olsun. İnsan çalışmalıdır, qorumalıdır münasibətini. Amma hər halda indi bu baş veribsə ona qarşı sayğılı olmaq lazımdır və davamlı da mən niyə ayrıldım, bu niyə oldu sualı ilə qarşılaşma. Nə edim? Güclü olum. Nə edim? Geri dönməyim. Nə edim? Özümə yeni bir həyat qurum. Nə edim, necə edim suallarını ver özünə. Niyə bu oldu, niyə bu baş verdi bu sualları özündən soruşma. Çünki soruşduqca, qazdıqca qanadacaqsan, incidəcəksən özü. Bu da ikinci məsələdir ki, təkidlə deyirəm sənə. 3. Həmin şəxsə aid nə varsa, şəkil, paltar, ətir, ondan qalan nə xatirə varsa hamısını sil, aradan apar lütfən. Ya kiməsə ver. Özündə saxlama. Şəkildirsə telefonundan sil. Ya hər hansısa bir hədiyyə varsa sənə veribsə başqasına ver. Saxlama. Saxlama. Demə ki, yox, mən istəyirəm ondan ən azından 5 dənə şəklim qalsın məndə. Yox. Bax, bu o deməkdir ki, sən bir yol qoymusan, geri dönüş üçün bir yol qoymusan. Yox, sən əgər doğrudan da qərar vermisənsə ayrılasan, özün-özünə niyə əzab verirsən? Sən o hər şəkilə baxanda halın pis olacaq. Hər o xatirəyə baxanda, ondan olan yadigar qalan hədiyyəyə baxanda halın pis olacaq. Axı siz bir qərar verdiniz də, qərar verdiniz ki, ayrılasınız. Lütfən bunu ciddiyə alın. Bunu ciddiyə alın da burada nə var ki? Yəni sənə lazımdır ki, hər telefonu açanda, məsələn başqa bir şey axtarsan, birdən həmin şəxsin şəklini gör, otur, mən burada həmin vaxtı biz filan yerə getmişdik, qanun qaralsın, əli al telefonu, indi zəng vurum, vurmayayım, yazmayayım. Bax, bu da o məsələlərdəndir ki, səncə diqqət eləyəsən. Ümumiyyətlə, həyatda silməyi bacaraq da. Həyat budur ki, yenilənmək, update olmaq, təzələnmək, həyat budur. Yəni, bəzən həyatda müəyyən səbəblərə görə biz ehtiyac görürük ki, müəyyən ayrılıqları yaşayaq. Ayrılıqları yaşayan insan silməyi bacarmalıdır. Silməyi bacarmayan insan davamlı ilişib qalar. Davamlı kilitlənər bir yerdə. Çıxa bilməz və o da onun öz şəxsiyyətinə ciddi zərər olar. Digər məsələ ki, mən burada təkid edirəm, onu riayət eləmək lazımdır. 4-cü məsələ olaraq.
çək eləmə. Təsəvvür elə qarşı tərəfdən ayrılmısan, qurtarmısan, gedib telefonuna baxma ki, axırıncı dəfə nə vaxt WhatsApp-da onlayn olub. Durum güdüm ki, nə vaxt story qoyacaq, tez baxım görüm mənə söz atıb, storiesinə baxım görüm, oradan mənə aid nəsə özümə çıxarda bilmirəm ki, eqom rahatlaşsın ya deyim, hələ də məni fikirləşir. Yox, ümumiyyətlə, heç kimi çək eləmiyoruz. Birinci sizə tövsiyəm budur. Heç kimi çək eləmiyoruz. Siz bekarsınız, insanları çək eləyirsiniz. Gedirsiniz, öz həyatınızı yaşayırsınız. Normal həyatınız olsun da. Məxsusən ayrıldığınız adamı çək eləmiyoruz. Tez-tez elə uzanmısan telefon kənarında da baxım axırıncı dəfə nə vaxt onlayn olub, nə bilim kimlə hara gedib, dostlarından soruşum. Onu nə işlə məşğuldur? Bir şəkildə elə onun həyatı haqqında maraqlanırsan, yox bu işi görmə. Bu iş sənə özünə qarşı bir ciddi hörmətsizlikdir, sayğısızlıqdır, həm də səni unutmağa qoymur. Sən əgərləri ayrılıq qərarı vermisənsə, icazə bir zaman keçsin, eşələmə, qurcalama. Yəni özün özünə qarşı bir hörmətli ol. Bunlar hamısı insan özünə qarşı olan o sevgi azlığıdır ya, özünə qarşı olan sayğısızlığıdır. Bunu da mütləq nəzərə alın. Digər bir məsələ ki, mən onu təkidlə deyirəm, 5-ci məsələ ayrılıqdan sonra riayət eləyin, ünsiyyət bağlarınızı gücləndirin. Nəyə? 3 ünsiyyət bağını deyəcəm. Birinci Allah. Bəli. Allahla olan ünsiyyətimizi gücləndirək. Ayrılıqdan sonra bizə ən yaxşı məlhəm olan ki, ayrılıqdan öncə də bizə məlhəmdir, sonra da məlhəmdir. Həmişə bizim qəlbimizin dərmanıdır Allahı yada salmaq, Allahı zikr eləmək. Allahın sevgisi ilə özümüzü doyuzduraq. Ki İmam Səccad əleyhissalam buyurdu: İlahi mən zəllədi daqa həlavətə muhabbətikə fəramə minkə bədəla. İlahi sənin sevginin o ləzzətini dadan başqa ləzzətlər, şirinliklər dalınca getməz. Allahla ünsiyyətimizi gücləndirək. Ünsiyyət bağlarımızı. 2. Bu ünsiyyət bağı məsələsində. Köhnə dostlarımıza zəng eləyək, axtaraq, onlardan zaman keçirək. Bunlar bizim sağalmağımız üçün yaxşı dərman olar. 3. Yeni insanlar tapaq. Yeni insanlar tapaq. Yeni insanlar bizim həyatımıza maraq gətirəcək, həzz verəcək, ləzzət verəcək, zövq verəcək, yeni kəşflərdir, yeni təcrübələrdir. O ayrılıq acısını daha az hiss eləməyə çalışacaq. Və sonuncu, 6-cı olaraq qeyd edirəm, məşğuliyyətimizi çoxaldaq. Yəni nə iləsə məşğul olaq. İndi əgər idmana getmirdinizsə, idmana mütləq gedin. Əgər hər hansısa bir işiniz yarımçılıq qalmışsa, gediniz o işinizi tamamlayınız, işlə məşğul olunuz. Nə iləsə məşğul olunuz. Hətta gedin, nə bilim, bir ağac əkin, çiçək əkin, bir heyvana baxın. Nə iləsə məşğul olunuz. O məşğuliyyət səbəb olacaq ki, o ayrılıq məsələsində o yaşadığınız hisslər, acılar xəfifləyəcək, yüngülləşəcək, başınız nəyəsə qarışacaq və o zamanı, o müddəti yüngül keçirəcəksiniz. İnşallah hər birinizə arzu edirəm ki, həyatınız elə şəkildə getsin ki, ən az ayrılıqlar yaşayasınız. Ayrılıq dərddir, ayrılıq acıdır. Amma əgər ayrılıq qaçılmaz olsa ki, bəzən mütləqdir, qaçılmazdır, yaşamağa məcburuq, arzu edirəm ki, çox yüngül hisslərlə bu dövrü, bu zamanı keçirə bilək. Sağ olun, Allaha əmanət qalın.